Aynur xanım, yayda körpələrə qulluq rutinindən danışırıq. 3 sual, 3 cavab. Körpələri neçə dəfə çimizdirmək lazımdır? Yay ərzində körpələri tez-tez çimizdirməyin heç bir fəsadı yoxdur. Əgər övladınız çox tez-tez tərləyirsə, əsas da baş və boyun nahiyələri tərləyirsə, bu övladınızın yuxusunu pozacağı üçün gündə bir dəfə övladınıza ilıq duş aldırmağınızda fayda vardır. İsti havalarda yatmaq problemini necə aradan qaldıraq? İsti havalarda uşaqların yuxuya getməsi və davamlı yuxu prosesi bəzən pozula bilir. Bu da otaq temperaturunun yüksək olması və otaqda olan rütubətin miqdarının artıq olması ilə əlaqədardır. Otaq temperaturu uşaqlar üçün ən ideal vəziyyət 22-24 dərəcədir. Əla, keçək 3-cü suala. Yayda uşaqlara verilən su miqdarını artırmaq lazımdırmı? Yayda uşaqlara verilən su miqdarını artırmaq lazımdır, lakin bir nüansa diqqət etmək lazımdır. Əgər övladınız 6 aya qədərdirsə, ana südü və ya simeslə qidalanırsa, övladınıza əlavə sadə suyun verilməsinə heç bir gərək yoxdur. 6 ayından sonradırsa, uşaq özü istədiyi hallarda əlavə suyu verə bilərsiniz. Nisbətən yaşı böyük uşaqlarda davamlı su içmək istəyirsə, bunu da su ilə təmin edə bilərsiniz. Çünki orqanizmə nə qədər istəyirsə, o qədər su vermək vacibdir.